Şəkərli diabet xəstəliyi ilə bağlı ölkə üzrə 343.349 nəfər xəstə dispanser qeydiyyatındadır. Vətəndaşlar 26 adda dərman vasitələri, qanda şəkərə nəzarət vasitələri, həmçinin 103 uşaq üçün insulin pompasının məsrəfləri ilə təmin olunurlar. Bu sözləri təbibin icraçı direktoru Vüqar Qurbanov təbibin 2025-ci ilin yekunlarına və gələcək planlara dair brifinqdə deyib. O bildirib ki, sözü gedən dərman və tibbi ləvazimatlar 64 mərkəzi rayon xəstəxanasının nəzdində fəaliyyət göstərən imtiyazlı aptek məntəqələrinə və Bakı şəhəri üzrə 27 imtiyazlı apteka paylanır. 2024-cü ildə ilk dəfə olaraq şəkərli diabetli uşaqlarda xəstəliyin idarə olunmasını və qlikemik nəzarətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 3-15 yaş arası uşaqlar qanda davamlı qlükoza monitorinq sistemi ilə təchiz olunub və 2025-ci il ərzində davamlı olaraq təminatı həyata keçirilib. Hazırda bu kateqoriyaya aid uşaqların 65%-i cihazla təmin edilib.